Xaçmazda dəhşətli hadisə baş verib. Fərzəli-Oba kəndində 42 yaşlı kişinin həmkəndlisi 31 yaşlı Səbuhi Mahmudov tərəfindən bıçaqlandığı bildirilir. Akşam vaxtı idi. Kardeşim geldi eve. Ben uzun xulaqda qalıram. Svarka aparatım vardı. Svarka aparatımı gətirdi. Saat arası 11'e 15-20 dəqiqə belə işləmişik. Hələ pəncərədən əldim ki, gəlin yemək yeyək də, çörək yeyək, gedərsiniz bəlkə meyvə. Deyirlər, yox, uşaqlar ki, beton vurub gəlmişik, üst başımız pis gündədir. Bir 15 dəqiqə keçmədi aradan. Bir yoldaşı zəng elədi ki, WhatsApp-la. Tez gəl, gördüm qışqırıq haray. Biz tez gəl, Səbuhi bəs mübarizə bıçaqlayıb. Durdum, inansa elimdə maykanar. Ayağı yalın, yallah fitillədim, xoddi maşın. Bu gəlib qapının ağasına. Başlayıb güdməyə. Mübarizə də o iş vaxtından bilir ki, nə vaxt gəlir. Mübarizə çağırır. Səsi də dəyişibdir. Ki səsimdən deyir, tanımmayım da, yəni ki, bilmiyim ki, kim. Çıxdım deyir, çıxanda gördüm ki, bu. Əlində deyib, bıçağına deyib, burada bu. Huşumu itirdim deyir, səndələdim deyir. Səndələdim, yıxıldım deyir. Tezdən əli vurduğu yerdən bir dənə bıçaq. Bir dənə bıçaq deyib, o ki, deyir, huşumu itirdim. Ondan sonra deyir, bilmirəm. Ondan sonra gəlin özü deyir ki, işte diyor, arkadan da bir-iki dənə bir şey, 9 dənə oxuyub çaldı. Cinsel orqandır, nə bilim nədir falandır, bunlar hamısı yalan söhbətlərdir. Bunların arasında əvvəldən ədavət olub, bir torpaq söhbətim vardı mənim. Onşolda bir iş görmüşdü. Ona biraz pul söhbəti olmuşdu, söyülüb, nə bilim, biraz dava spora çıxıblar. Güya indi bu qisas almaq üçün çoxdan bunu beyindir. Uşaqların qabağında olub. Mayın 15-i 2025-ci il tarixdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının hospitalizasiya olub kişi cinsli şəxs müayinə olunub və ona xarici cinsiyyət üzvünün tam kəsilməsi diaqnozu qoyulmuşdu. Bədənin müxtəlif yerlərində kəsilmiş, deşilmiş yaraları var idi. Hamısı əməliyyat olunub və hal-hazırda cərrahi şöbəsində müalicə alır. Vəziyyəti ağırdır.